Hamıya salam əziz şagirdlər. Bugün sizlə 9-cu sinif 2022-ci ilin buraxılışından suallara baxacağıq. Deməli, belə bir sual var, tənliklər sisteminə aiddir. Deyir ki, 2x minus y bərabərdir 9, x plus y bərabərdir 12. Belə sual var, yəni bu ən sadə tənliklər sisteminə aid bir sualdır. Bilirik ki, bunlar əks işarəli olduğu üçün tərəf-tərəfə əvvəlcə toplayırıq və bunlar əks işarəli olduğu üçün ixtisar gedir. Yəni belə olur da. Bunlar getdi. Yerdə qalır. Bunları toplayıram 3x. Bunları da toplayıram 21. X də bərabərdir 7-yə. Bir dəqiqə. X da bərabərdir 7. Bizə nə istəyir? X, y hasirini. X, y hasirisi olanda x-in yerinə gətirib burada 7 qoyaram. Y-ı da tapmaq üçün 5. Onda x, y bərabərdir 5 vur 7, yəni 35. Variant. Deməli, deyir ki, 21-ci suala baxırıq. Deyir ki, düz bucaqlının bir düz bucaqlı çəkirəm. Deyir, uzunluğu enindən 3 cm böyükdür. Uzunluğu. Yəni, eni x-dir, uzunluğu isə x plus 3-dür. Deməli, burada x plus 3-dür, burada x-dir. Perimetri isə 26-dır. Perimetr bərabərdir 26. Mən də bilirəm ki, perimetr nəyə bərabər idi düz bucaqlıda? 2 vur a plus b-yə bərabər idi. Yəni, tərəflərinin cəminin 2 qatı da, yəni belə deyək. O zaman bərabərləşdirsəm bunları. Yazsam ki, x plus 3. Həqiqətən də elə olur da. A-nın budur elə bil ki, b də budur. Burada da b budur, a budur. O zaman belə olur. 2 vur 2x plus 3 bərabərdir 26-ya. Artıq bunu tənlik kimi əldə edirəm. 2-ni neçəyə vuranda 26 edir? 13-ə. Yəni 2x plus 3 bərabərdir 13-ə. 2x bərabərdir 10-a, x də bərabərdir 5-ə. Bizə də sahəsini istəyir. X-i 5 tapanda, bax, tərəflərini tapıram 5. Bura olur 5. Burada olur 5. Bura olur 5-in üstünə 3 gəlirəm. 8. Burada da 5-in üstünə 3 gəlirəm. 8. Düz bucaqlının sahəsini isə mən belə tapıram. Yəni, düzdür budur da. A vur B. Tərəfləri bir-birinə vurub sahəni tapırıq. Yəni, 8 vur 5. Cavab 40 elədi. Doğru cavab C-bəndir. Deməli, funksiyaya aid belə bir sual var. 9-cu sinifə düşür. Yəni, buraxılışa. Belə bir xəttə, bir dəqiqə. Y, x. Belə bir xətt çəkiblər. Bura 3-dür, burada 3-dür. Yazıblar ki, y bərabərdir kx plus b. Və bizə deyir ki, topulda da bu sual var idi. Eynən k plus b-ni tapın. Topulda bu sualda k minus b idi. Burada elə bir tərsinə də. Bilirik ki, b həmişə y oxunun kəsdiyi nöqtədir. Baxın, b buradır da. Bax, bura b-dir. Buradan da yazıram. Bura bax, b nöqtəsidir. Yəni, belə deyim də, b bərabərdir 3-ə. Bax, bu nöqtə. Ona görə b-im hansıdır? b bərabərdir 3. K-nı nədən taparam? K-nı da ki, yəni bircə yadınızda saxlayırsınız ki, y böl x-in tərsi. X-in tərsi. Əsas da məqam olan budur. Yəni y nədir? Y 3-dür. X-in tərsi də mənfi 3-dür. Yəni k deyir mənfi 1. K-nı da mənfi 1 tapdım. İndi yerinə qoysam mənfi 1 üstə gəl 3, cavab eləyər 2. Deməli, deyir ki, əbob 30, 36-nı tapın. Hop, yaxşı. 30. Gəlin birinci bilirik ki, sadə bloklara ayırmalıyıq. Gəlin ayıraq.
30 ayırsam sadə vuruqları 2-yə, 15, 15 3-ə bölünəcək 5, 5-i də 5-ə 1. 36-nı sadə vuruqlara ayırıram. 36 təbii ki 2-yə bölünür, qalır 18. 18 də 2-yə bölünür, qalır 9. 9, yəni ən yaxın, ən axırıncı nəyə bölünür 9? 2-yə deyil də təbii ki 3. 3 də 3-ə 1 qalır. İndi əbobda, əgər əbobdan söhbət gedirsə, ortaq vuruqları götürürəm və bir-birlərinə vururam. Həmin ortaq vuruqları. Deməli, buradan 2-ləri götürəcəm ortaq olaraq. Bir də 3-ləri götürəcəm. Özdə hərəsindən bir dənə götürəcəm. Məsəl üçün, bu 2-ni də götürüm, bu 2-ni də götürüm, elə şey yoxdur. Yəni, bircə dənə bu 2-ni götürəcəm, bircə dənə də 3 götürəcəm. Çünki ikisi də ortaqdır bir-biri üçün. Yəni, ikisində də 2 ilə 3 var. Bir dənə 2 var ikisində də, bir dənə də 3 ortaqdır. Məsəl üçün, bunları da götürə bilmərəm. Ona görə yazıram ki, 2 vur 3, yəni 6. Belə bir sual da var. 9-cu sinif buraxılışına düşübdür. Deməli, deyir ki, 6 minus x kiçik bərabərdir 3-dən. Buradan deməli yazırıq. Mənfi x kiçik bərabərdir. Bunu bu yana atanda işarəsi dəyişir. Yəni 3 minus 6. Mənfi x kiçik bərabərdir. Mənfi 3. X də böyük bərabərdir 3-dən. Deyir ki, bərabərsini həll edin. Heç də. Əgər desək ki, intervalda qeyd edin. 3-ün içini dolu şəkildə götürəcəkdim 3 və 3-dən böyükləri də işarələyəcəkdim. Cavab olaraq, əgər bunu istəyirsə, bizə variantlarda da belə olacaqdır. Bir dəqiqə, 3 qapalı mötərizədə, çünki içini qaralamışam, 3-ün özü də daxildir və müsbət sonsuzluq. Bu cür şəkildə. 2-ci sinif monitorinqimizin bir sualıdır. Deyir ki, düzbucaqlının enini 20%, uzunluğunu 40% artırsaq, onun sayısı neçə faiz artar? Deməli, düzbucaqlı çəkirəm. A tərəflərini işarəliyim, B. Deyir ki, enini 20% artırsaq, yəni A üstə gəlinsin 0,2A bərabərdir. Deməli, 1,2A-ya. Uzunluğunu 40% artırsaq, B üstə gəlinsin 1,4B, daha doğrusu 0,4B bərabərdir 1,4B. İndi biz bunları hardan aldıq da? 20% deyirsə 0,2 tapdım, 40% deyirsə 0,4 tapdım. Nətər tapdım? Çünki A-nın 40% nə edər? A vur 40%, məsəl üçün A vur 40 böl 100. Yanında da faiz yazacaq da bunlar getdi. 4-ü onunla bölsəm, конечно 0,4 A qalacaq. Yəni bu buradan gəldi də, bunu oradan aldım. Həmçinin də bu üçün həmçinin də 20% üçün. İndi bunlar hazırdır məndə. Düzbucaqlının da sayəsini bilirəm ki, A vur B-dir normalda. Deyir ki, düzbucaqlının sayısı neçə faiz artar? Biz bilirik ki, düzbucaqlının sayısı A vur B-dir və biz də tərəfləri son olaraq belə tapdıq. Çünki mənə dedi ki, enini 20% artırdım. Deyir ki, uzunluğunu 40% artırdım və nəticələrim bunlardır. İndi mənə deyir ki, bunları belə artırdıqdan sonra onun sahəsi neçə faiz artar? Yəni, sahəsində prosta bu artırdıqlarımı bir-birinə vurub sahənin qiymətini tapıram da. Yəni, 1,2A vurulsun 1,4B-yə. Bu da bərabər olur 168A-B-yə. İndi cavabda belə bir şey yoxdur. Mən də bunu nə edirəm? Obşi bizdə 100%-dir axı. A-B-nin özü obşi 100%-dir. Düzdürmü? Mən də bunu faiz kimi götürsəm, 168-dən çıxsam 100-ü, deməli 68%. Əvvəlki AB-dən deyir ki, sahəsi onun neçə faiz artar? Yəni, əvvəl 100% idi, indi olub 168. Neçə faiz artdı? Təbii ki, 68%. Onu tapmaq üçün də sonuncudan çıxdım, bax, bu 100%-mi? Ona görə cavab 68%, variant olaraq da D bəndi.